Salamlar, mən Nərgin. Hal-hazırda Sikön şəhərindən salamlayıram və bu ilk podkastım gözləntilər mövzusudur və qonağım Günaydır. Salam Günay. Salam Nərgiz. Necəsən? Yaxşıyam, çox sağ ol. Sən necəsən? Mən də yaxşıyam və həyəcanlıyam. Həyəcanlıyam. Mən özüm də həyəcanlıyam. Sənin qonağın olduğum üçün çox xoşbəxtəm. Ümidvaram ki, hər kəsin xoşuna gələr. Məncə də. Davamlı dinləyicilərin olar. İnşallah. Mən də salamlayıram hər kəsin. Və mövzumuz gözləntilərdir. Bugün danışacağımız mövzu həyatdan və münasibətlərdən gözlənti olacaq. Ümumiyyətlə sən bugün bura gələndə gözləntin nə idi Günay? Gözləntim o idi ki, bərabər çay içəcəyik, qız-qıza söhbət eləyəcəyik. Mənə ləzzət eləyəcək ki, mən Nərgizlə aylar sonra yenə görüşmüşəm. Ümumiyyətlə səninlə söhbət həmişə mənə xüsusi ləzzət eləyib. İnan qarşılıqlıdır həqiqətən də. Bu mövzunu elə ona görə seçdim ki, səninlə bu mövzuda biz əvvəl də danışmışıq və çox keyfiyyətli bir söhbət olub bizdə. Ona görə də düşündüm ki, elə bu mövzunu səninlə danışmaq daha uyğundur. Sən mənə deyəndə ki, mövzu budur. Mənim ilk ağlıma gələn şey oldu ki, səthi şəkildə gözləntilərin nə olduğundan və yaxud da valideynlərimizin bizdən gözləntisi ilə böyümüşük də, nə bilirik də nədir. Bundandırsa biz gözləntilərimizi yetişkin bir insan olaraq necə balanslaşdıra bilərik? Biz özümüzü, iradəmizi, gözləntilərimizi necə idarə edə bilərik ki, gələcəkdə hər hansı bir səhv yola sürükləməsin və yaxud da böyük gözləntilərin altında əzilməyək, kiçik gözləntilərlə səhv yola sovrulmayaq. Yəni hansı düşüncə tərzi formalaşmalıdır ki, biz gözləntilərimizi balansda saxlayaq. Bunun üçün səncə həyat təcrübəsi çox olmamalıdır. Yəni ki, dostdan gözləntini belə başa düşürəm ki, tutaq ki, insan emosional olur, dostundan çox şey gözləyir və düşünür ki, tamam, mən misal üçün səndən çox böyük bir gözləntilərim var, amma sən o gözləntiləri doğrultmursan məndə. Və vaxt keçdikcə mən başa düşürəm ki, Günay mənim bunları eləməməlidir. Misal deyirəm, hər gün zəng edib soruşmamalıdır necəsən. Hər gün, yəni bu da bir gözləntidir. Buna artıq həyat təcrübəsi, həyat səni gətirir elə bir yerə çıxardır ki, artıq sən o gözləntidə olmursan. O gözləntini çox yaxşı başa düşürəm. Yəni mən səndən daimi diqqət gözləmək məcburiyyətində deyiləm. Daha doğrusu sən mənə daimi diqqət vermək məcburiyyətində deyilsən. Mən sənin dediyini həm yaşamışam, həm də başa düşürəm. Mən də yaşamışam, ona görə elə oradan. Sən mənə daimi diqqət vermək məcburiyyətində deyilsən. Amma mən rəfiqəmdən daimi diqqət, daimi zəng, artıq mənim əhval-ruhiyyəmin pis olduğunu bilirsə, hətta mənə gəlib ziyarət etməyini falan gözləyirəm. Axırda həyat məni elə nöqtəyə gətirir ki, mən başa düşürəm ki, o buna məcbur deyil. Deyilin, düzdürmü? Mən cümləni belə də qutara bilərdim. Həyat məni elə nöqtəyə gətirir ki, mən bilirəm ki, o mənim düzgün seçdiyim rəfiqə deyil. Başqa bir rəfiqə olsaydı bunu eləyərdi. Belə də deyə bilərdim, düzdürmü? Yəni o baxış açısına gedir də, yəni hansı tərəfdən baxırsan məsələyə. Düzdür. Mənim yaşda təcrübə ilə gözlənti arasındakı əlaqəni belə düşünürəm, belə dəyərləndirirəm ki, biz bir podkastı hazırlamaqla belə, hər hansı bir 18-17 yaşında gəncə öz təcrübələrimizi ötürürük. Düzdürmü? Düzdür. Deməli, belə çıxır ki, mən 32 yaşında bir Günay olaraq bu həyata keçdiyim təcrübələri kiməsə ötürə bilirəm və o artıq 20 yaşında o fərqindəliyə malik olur ki, mən rəfiqəmlə və yaxud da partnyorumla bu gözləntilərə girməməliyəm. Səhv gözləntilərə girməməliyəm. Bəzən valideynimizdən ala bilmədiyimizi belə partnyorumuzdan almağa çalışırıq. Ona görə mən düşünürəm ki, həyat təcrübəsini 32 dəfə mənim həyat təcrübəmi hər hansı başqa bir X insan 22-yə belə çəkə bilər. Nə ilə? Kitablarla. Bəli. Həyat təcrübələri ilə də ola bilər. Kitablarla, videolarla, podkastlarla bu yolla artıq başqasının eləyib keçdiyi səhvləri o eləmədən o bilgiyə sahib olacaq. Biri var ki, biz hər səhvi özümüz eləyirik, özümüz başımız daşa dəyir. Özümüzün ayağı topuğu daşa dəyir. Elə öyrənirik. Bir də var ki, artıq biz bunu 5-6 dəfə kitablarda görmüşük deyə artıq bilinç altımıza oturub başa düşürük ki, biz insanlardan gözləntiyə girəndə nə yüksəkdən getməliyik, nə də çox alçaqdan getməliyik.
Amma bəzən də podkast və yaxud oxuduğumuz kitablarda bir dəfə gördüyümüz bir şeyi tətbiq edə bilmirik. Bu da Mən də var eləyə da. bilmirəm. Hələ O də. da var ki, yəni sən özün onu təcrübə eləməsən, o sənin öz başına gəlməsə, mən belə düşünürəm ki, şəxsi təcrübə ilə başqasının təcrübəsinin arasında böyük bir fərq var. Təbii ki, böyük fərq var, amma daha tez başa düşülür. Məsəl üçün, deyir ki, hə, bax mən bunu indi yaşadım, kiçik bir versiyasını yaşadım. Bunu mən məsəl üçün Anna Karenina kitabında da oxumuşdum. O da bunu yaşamışdı. Bax ki deyirəm ha. O zaman daha tez oturur. Amma heç bir özünə inkişafla məşğul olmayan insan Təbii ki. dəfələrlə başı daşa dəyir. Dəfələrlə, yəni onda Nələrdir? o dırnaq arası cahil deyə bilərik ki, həmin insan dəfələrlə eyni səhvi eləyir və yenə eyni insandan, eyni gözləntiyə girib yenə ağlayacaq bir duruma gəlir. Bu artıq egoistlikdir. Bu xarakterdən də asılı bir şeydir. Əgər bir insan inadla, xarakterli deyil. bəli, həm də egoistlik də ortaya çıxır da. Necə başa düşmən? Yəni ki, egoistlik odur ki, mən misal üçün sənə bu diqqəti göstərirəm, sənə hər gün zəng edirəm və sən mənə zəng eləmirsən. Mənə görə bu egoistlik artıq sayılır. Yəni verdiyini tam almaq istəyirsən. Sən özün də bayaq başlıqda dedin ki, mən məcbur deyiləm ki, hər gün rəfiqəmə yığım və yaxud onlar da məcbur deyirlər ki, hər gün məni yada salsınlar. Amma bəzi elə rəfiqələr var ki, hər gün hətta mesajı oxumayanda deyirlər ki, misal üçün, "Ha sən oxumursan, mesaja dördüncü cavab yazmadın." Bu çox bu çox böyük bir problemdir. Hətta məndə də elə olur ki, dəhşət çox inciyirlər ki, məndən ki, "Get cavab yazırsan və yaxud cavab yaza bilmirsən." Amma anlamırlar ki, insanın həqiqətən də öz işi, gücü və yaxud hər nə varsa. Mən öz başıma belə bir şey gəlmişdi ki, bir dənə dostlarımdan biri mən hər ona söhbət açanda deyirdi ki, "Hə, bəs çoxdan da yada salmırsan, sən bax beləsən falan nəmli." Bir dəfə mən artıq əsəbləşdim, ona çox sərt yazdım ki, yazmışam, məsəl üçün indi 2 ay əvvəl yazmamışam, indi yazmışam. Bunun dadını çıxart da. Mənlə danışmağın, yəni söhbət eləməyin dadını çıxart. Niyə dərhal inciyəsən ki? Niyə dərhal inciyirsən? Amma rəfiqələrlə olan münasibətdə alınmayacaq bir şey var. Ancaq texniki, yəni ancaq kağız üzərində alınacaq bir şey var, onu deyim sənə. Kaş ki mümkün olardı. Mən öz işimdən, öz ixtisasımdan belə bir dərs götürmüşəm. Öz ixtisasımda belə bir şey var mənim. Bu dəqiqə mənim gördüyüm işdə. Müştərilərlə müəyyən proyekt üzərinə danışırıq. O proyekt üzərinə hələ proyektə başlamadan əvvəl dəfələrlə toplantı eləyib, iclas eləyib, onların bizdən gözləntisi barədə danışırıq. Yazırıq. To-do qruplaşdırıb. To-do listə əlavəyə expectation'ımız nədir? Həqiqətən bizdən gözləntimiz nədir? Bu barədə biz dəfələrlə sual veririk və onlardan sağollaşandan sonra o yazdıqlarımızı qruplaşdırırıq. Təzədən onu göndəririk müştəriyə. Müştəri, siz bu qruplaşdırdığımıza nəyə razısınız, nəyə? Biz düz başa düşmüşük sizi. Təzədən o bizə geri göndərir. Bilirsiniz neçə dəfələrlə bunun üzərində işləyirik ki, biz bunu filtrləməliyik və biz bunu artıq o qədər gözləntiləri o qədər dəqiq qeyd etməliyik ki, axırda onlara verəcəyimiz servis, onlar razı qaldı və ya qalmadı, bizim xidmətin səviyyəsini göstərməlidir. Amma bu iş barəsində gözlənti tamam fərqlidir. Tamam fərqlidir. Dostlar arasında, ailə arasında və yaxud valideyn uşaq arasında gözlənti tamam fərqlidir. Bunu dəfələrlə məndən gözləntin nələrdir deyə bilmərik və yaxud hər dəfə update eləyə bilmərik. Mən də onu deyirəm. Yəni ona görə deyirəm ki, iş mühitində belə bir baş rahatlığı var. Təbii ki, stressdir ya, amma baş rahatlığı odur ki, çünki struktur var, o strukturla gedirsən. Bir-birimizdən nə gözlədiyimizi əvvəldən yazırıq. Mən hətta məsləhət görərdim ki, yeni ailə qurmaq istəyən gənclərə ki, gözləntilər barədə oturub danışın. Bəlkə də heç ağıllarına gəlmir. Yox, təbii ki. Gözləntilər barədə oturun danışın. Yəni bu barədə dəfələrlə danışın. Dəfələrlə danışın. Təbii ki, uşaqlıqdan, məktəb vaxtından olan rəfiqələrimiz özün məsəl üçün bəlkə səndə də elədir. Heç bu barədə danışılmayıb, amma hələ də rəfiqəlik davam edir. Necə baş verir bu səncə? Çünki o mənim xarakterimi bilir də. Bilir ki, məsəl üçün 6 ay yazmasaq belə 6 aydan sonra yəni eyni səmimiyyətlə yazışacağıq, danışacağıq. Doğru. Heç bir ehtiyac yoxdur mənim ondur bu barədə danışmam. Amma yeni, artıq yetişkin vaxtı, yeni insanlarla tanış olanda biraz çıtlatmaq lazımdır. Hə, mən bax bu barədə bunu gözləyirəm. Mən direkt deyirəm əslində. İnsanlar misal üçün trip atmaqdansa trip atıram, direkt deyirəm.
Bəzən olub ki, trip də atmışam. Çünki o qədər demişəm ki, yorulmuşam deməyə. O da var. Ki demişəm özü başa düşsün. Yəni amma açıq şəkildə mən deyirəm. Çünki məncə o sağlam münasibətə, yəni sağlam münasibət qurmaq istəyirsənsə, direkt dəqiq deməlisən ki, yəni mən səndən bunu gözləyirəm. Aha, mən də eyni şəkildə deyirəm. Və yaxud işdə onsuz da özün də dedin ki, işdə bizə dəqiq deyirlər ki, səndən bunu gözləyirəm, sən də bunu mənə təhvil verməlisən. İşçidən də, müştəriden də. Bu proyektdən. Məsəl üçün sən partnyorundan dürüstlük gözləyirsən. Bunu ona deməyə ehtiyac belə yoxdur. Zaten bu yazılmamış bir qanundur. Sən partnyorundan dürüstlüyü demədən artıq o başa düşmür. Ay yox, sən bunu mənə deməmişdin, söhbət yoxdur. Amma bəzi şeylər var ki, partnyordan gözləntidə bəzi şeylər var ki, o onu anlamır. Onu anlamaq kimi bir lüksü yoxdur. Çünki o heç vaxt qadın olmayıb. Təbii ki, anası ilə, 3 dənə bacısı ilə belə yaşamış ola bilər bu həyatda. Amma yenə də o səndən bəzi şeyləri eşitməsə, bilməyəcəksən nə istəyirsən. Sosial mediada görəcək, evdə görəcək, eşidəcək. Amma sən hamıdan fərqli də ola bilərsən də. Sənin gözləntin tamam başqa da ola bilər. Məsəl üçün, sənin gözləntin ola bilər ki, sən səhər yeməyini hər gün onunla yeməlisən. Və yaxud da axşam yeməyini deyək. Bunlar uzun həqiqətən də. O artıq bir dənə pendir götürdü, qaçdısa, mən çıxdım sağ ol, dedisə və sən xətrə dəyir, 2 dəfə xətrə dəyir, 3 dəfə xətrə dəyir. Artıq sən səhər biraz gözləntiyə girmisən ki, görəsən bu gün oturacaqmı? Aha, bu gün həftə sonunda oturacaqmı? Üzün düşür, keyfin pozulur. O insanın xəbəri belə yoxdur ki, sən niyə keyfin pozulur? Burada artıq dərhal deməlisən ki, mən bu hal narahat edir və mənim gözləntim budur ki, sən heç olmasa həftə sonunu mənimlə birlikdə səhər yeməyimi kahvaltı eləyəsən. Onda sən belə bir sual verim. Qayıdıb sən desə ki, aha, sən bilmirsən ki, mən də səhər yeməyi yeyən deyiləm. Nə deyərdin? Necə orta yol tapacaqsan? Onda belə çıxır ki, qarşılıqlı tərəfdə onun da səndən gözləntisi o olacaq ki, sən onu anlayasan, o səhər yeməyini yemək istəmir. Amma sənin könlün xoş olsun deyə səninlə bir süfrədə otura bilər. Sənə tüklər demiş eşlik edə bilər. Aynen, məncə də bir 5 dəqiqə, 10 dəqiqə bir çay içə bilər. Yəni mən gözlənilən mövzusunda ən çox ağlıma gələn toksik gözlənti, günümüzdəki gözləntisi də o toksik gözlənti və onu edənlər də var. Mən ən çox bilsən ağlıma nə gəlmişdi? Valideynin uşaqdan olan gözləntisi. O vəbşi. Mən fikirləşirəm ki, valideyndən daha güclü, təsir edici ikinci bir şəxs yoxdur. Manipulyasiya da edə bilər. Hətta bu yaşımda belə deyim ha. Hətta bu yaşımda belə. Çünki onlar səndən yaxşılığı istəyirmiş kimi gözləyir ha bəzi şeylər, amma fərqindəliyi olmayan bir valideyn sənin artıq beynində yeridib də o səndən nə gözləyir. Və sən də o gözləntiləri doğrultmağa çalışırsan. Çırpınırsan. Amma hər nə eləsən də yenə də doğrultma o valideyn tərəfdən gözlənti doğrulmur. Valideyn tərəfdən. Ondan bir dənə, nə yaxşı qızım sən bunu bacardın demək üçün, onu eşitmək üçün necə də qıvranırsan. Yəni bunu hər adam bəlkə də yaşayıbdı. Düzdür. O dərəcə yəni sağlam olduğumuzu düşünmürəm. Məncə hamımız yaşamışıq. Doğrudur. Yəni hamımız yaşamışıq. Yəni ixtisas seçimindən tut, seçəcəyin yəni ailəyə kimi səndən çox böyük şeylər gözlənilir. Hətta bizim cəmiyyətdə daha çox şeylə gözlənilir. Yəni biz Avropada yaşayırıq. Podkast dinləyicilərimiz bunu bilir. Avropada daha çox sərbəstlik verilir uşaqlara. Belə bir səhv yanılğı var ki, 18 yaşında çıxardırlar çölə uşağı zaten. O uşaq onu şoka düşmür. Yəni bu Azərbaycanda belə bir algı var ki, uşağı tulluyur. Elə bir şey yoxdur. Uşaq zaten bunu görüb bilir. Uşaq ona zaten hazırlıqlı bir şəkildədir ki, mən 18 yaşım olsaydı bir başqa şəhərdə tələbəlik həyatı yaşayardım və yaxud da tələbəlik olmasın, bir il xaricə gedərdim, aspirant eləyərdim, filan şey eləyərdim. Ona hazırdır. Heç kəs birdən-birə tullamır uşağı. Çünki bu məlum məsələdir ki, 18 yaşımda mən yeni bir evə çıxacaq vəziyyətdəyəm. Onların uşaqdan olan gözləntisi uşağın sərbəst olmağıdır. Çox çelişkili bir sözdür, hə? Bizdə çox təəssüf ki, bu bizdə mümkün deyil. Azərbaycanda belə bir anlayış yoxdur. 18 yaşından ayrı evə köçəsən, öz ayaqlarının üstündə durursan. 35 yaşında oğlanın atası, anası onu evlənmək üçün insan axtarır. Əslində bizi linçləyəcəklər, amma mənə görə 35 yaşında bir oğlanın hələ də özünə bir
sevəcəyi bir qadın və yaxud ailə həyatı quracağı bir qadın tapa bilməyibsə, Nə onda qədər o məşğul olursa olsun. olsun. Məncə yaxşı partnyor çıxmaz ondan. Onun anası atası nə biləcək ki, oğlan nə gözləyir qızdan? Bəli. Düzdürmü? Hər nə qədər gedib tanış olsa, söhbət eləsə, suallarını versə belə, məsələ burada əslində onu tapacağı, bəlkə də valideynin ən qəşəng, ən yaxşı, ideal bir insan tapacağı ona. Amma o sərbəstlik o oğlanda niyə yoxdur və ya da o qızda niyə yoxdur? O məni düşündürür. Yəni valideynin uşaqdan olan gözləntisi onu cəmiyyətə azad şəkildə hərəkət edə biləcək vəziyyətdə hazırlayıb onu sərbəst hərəkət eləmək, sərbəst karyerasında olsun, dostları ilə problem həll etmək olsun, öz həyat yoldaşı ilə problem həll etmək olsun. Bunları bacarmağı valideynin uşaqdan olan gözləntisi onun azad özünə öz problemlərini həll edəcək vəziyyətə puxtələşib gəlməyidir. Elədir. Onu da valideyn hazırlamalıdır. Bizim valideynlər çox sanki millenium olaraq danışıram. Mən Gen Z deyiləm, amma gördüyüm bu olub ki, çox müdaxilə olub, sərbəstlik verilməyinə. Amma bilinçaltıma o yerləşib ki, Günay sən falan şey olmalısan, sən falan yerdə olmalısan, falan yerdə işləməlisən. Məncə hamımızda var. Hə, yəni bir çox Azərbaycan gənclərinin bir çoxlarında o var. Aha, yəni eynən. Amma mən gördüyüm daha çətin vəziyyətdə olanlar da var. Demək istədiyim odur ki, fərq budur. Mən istədiyim məsələn valideynlər, özüm də bir valideyn olaraq istədiyim odur ki, gözləntim uşağımdan odur ki, o artıq tez bir zamanda hərə öz yaşına uyğun problem həll edəcək vəziyyətdə olsun. Məsəl üçün 3 yaşındadırsa mənim oğlum öz paltarlarını geyinib, soyunanda isə asmağa qadir olsun. Çıxardıb assın, ayaqqabını yerinə qoysun. Artıq burada bağçada belə bunu öyrədirlər, düzdürmü? O da bir gözləntidir. 10 yaşındakı oğlum, 10 yaşındakı qızım məktəbdə bəzi zorbalıq edən və yaxud da normal rəfiqələri ilə problem həll edəcək puxtəlikdə olsun. Onu belə deyim də, Bilmirəm, onu yəni, hər valideyn eləmir. Hər valideyn uşağı kontrol altında saxlamaq istəyir və deyir ki, tamam uşağıma belə dedilər, gedirəm Azərbaycandan söhbət gedir də, indi mən Avropadan danışmıram. Avropa elə öyrədir ki, sən özün öz işini görməlisən. Sən dediyin kimi öz ayaqqabını çıxartdın və yaxud oyuncaqlarını oynadın, özün yığışdırmalısan. Mən məcbur deyiləm Mən məcbur deyiləm sənin oyuncaqlarını yığışdırmağa. Amma Azərbaycanda elə deyil. Həyatının kontrolünü uşaq 3 yaşından almağa başlayırsan, çox maraqlıdır. Burada məktəbdə mənim oğlum hələ məktəb yaşına gəlib çatmayıb, amma qonşumuzun qızı məktəbə başlayıb. 2 gün idi məktəbə başlamışdı. Müəllimə tapşırmışdı ki, hər gün maşını biraz daha uzaqda saxla, yəni uzağa getməyə. Sadəcə hər dəfə sinifdən gəlib uşağı götürmürsən. Bir dəfə maşının çölündə gözlə, bir dəfə maşının içərisində gözlə, bir dəfə də maşını biraz uzaqda saxla, uşaq özü gəlsin səni tapsın. Gələnildən isə uşaq avtobusa minib özü evə gəlsin. Halbuki bunların elə bir şəraiti var ki, maşınla yeyib gətirə bilər, uşağın vaxtı da var. Amma müəllimənin gözləntisi o deyil. Müəllimənin gözləntisi odur ki, sinifdəki hər bir uşaq artıq 7 yaşında evini tapacaq puxtəlikdə olmalıdır. Gözləntim valideyninin gözləntisi olaraq bunu düşünürəm.